Salam. Sizin çox gözəl maşınınız var. Bilmək olar siz nə iş görürsünüz? Mən məktəb direktoruyam oğlum. Məktəb direktoru. Bəs məktəb direktorunda yəni bu qədər pul hardandır? Bilirsiniz, bu həm süpürkənin puludur, həm bizim məktəbdə fond pulu var. Mən oradan pul götürürəm. Həm də ki, məsələn 8 martda mənə hədiyyə gətirir uşaqlar. Onun pullarıdır, güllərdir, zatlardır. Gətirməyənə söyüş qoymuşam. Var, yox söyüşü qoymuşam. Hamısına ki, mənə hədiyyə gətirsinlər. Bəs bunların hamısı qanunsuzdur axı. Yox, qanunsuz bilirsiniz necədir? Qanunsuz demə 50.000 verib işə düzəlmişəm. Düzdür də, hə? Öz cibimdən vermişəm. Bunu çıxartmalıyam ya yox? Bunu mən, onu gedin, siz soruşun Eminçikdən. Eminçik bilirsən, Emin Əmirullayevdən gedin, siz soruşun, o sizə məlumat verəcək ki, mən necə işə girmişəm. Yaxşı, söndür o Sən vəbşi kimsən mənim məktəbimə girmişsən? Çıx buradan. Ged o coğrafiya müəllimini də çağır gəlsin, maşını yusun.